Gəlin ingilis dilində lüğət bazamıza 2 maraqlı söz əlavə edək. İndi ekranda gördüyünüz söz fallacy. Fallacy deyə tələffüz olunur. Fallacy nə deməkdir? Yanlış düşüncə, yanlış məntiq, səhv fikir, səhv arqument deməkdir. Bəzən bir insan danışanda və ya mübahisə edəndə məntiqli kimi görünür, amma əslində yanlış nəticəyə aparan düşüncə tərzi var onda. Belə hallara fallacy deyilir ingilis dilində. Fallacy, yanlış məntiq, səhv arqument. Yenə deyirəm. Cümlədə işlədək ki, yadımızda qalsın. Məsələn, it's a common fallacy to believe that more money always brings happiness. Yəni, çox pulun xoşbəxtlik gətirdiyinə inanmaq ümumi, yayğın bir səhv fikirdir. Night owl, ikinci ifadə night owl deyə səslənir. Mənası gecə oyaq qalan, gecə işləməyi və oyanıq olmağı sevən insan deməkdir. Yəni, gecələr yatmayan gecə adamı. Məsələn, she's a night owl. She always studies until 3 a.m. Yəni, o gecə adamıdır. Gecə oyaq qalmağı sevən adamdır. Həmişə saat 3-ə qədər oxuyur. Gecə saat 3-ə qədər.